Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə seyyidil mürsəlin və alə alihi və sahbihi əcməin. Əziz qardaşlar, necə ki bilirsiniz, artıq günlər qısalır. Ramazan ayının, bu mübarək ayın şərəfli gecələri artıq başa çatmaq üzrədir. Və artıq ayrılıq yaxınlaşır. Vida vaxtı yaxınlaşır. Və keçib gedən bu günlər və gecələr əməllərin şahididir. Hər birimizin etdiyimiz əməllərə şahiddir. Hansı ki o əməllər ki, ya bizim qiyamət günü lehimizə olacaq, ya da əleyhimizə. Allah Subhanahu wa Taala Ali İmran surəsinin 30-cu ayəsində buyurur ki: "Yevme tecidu kullu nefsin ma amilet min xeyrin muhtara və ma amilet min su'in teveddu lev enne beyneha və beynehu amadan ba'ida və yuhaddirukumullahu nefseh vallahu raufun bil ibad." Allah Azze ve Celle buyurur ki, o gün hər bir kəs etdiyi xeyir əməli də, pis əməli də qarşısında hazır görəcək. Və onunla, hansı ki pis əməlləri ilə, şər əməlləri ilə arasında məsafə olmasını istəyəcək. Allah sizi özü ilə çəkindirir. Allah sizi özündən çəkindirir. Allah qullarına qarşı şəfqətli olandır. Raufdur qullarına qarşı. Ona görə də bu günləri, əziz qardaşlar, bu şərəfli günləri insan gərək gözəl sözlə, salih əməllərlə bəzəsin. Və əksindən isə çəkinsin, pis sözlər danışmaqdan və günahlardan uzaq dursun. Müslimin rəvayət etdiyi hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah Azza və Cəllə quluna səslənir. Ya ibadi, innəmə hiyə ə'məlukum, uhsiyhə ləkum thumma ufikum iyyəhə. Ey qullarım, bunlar sizin əməllərinizdir. Onları sizə hesablayıram. Sonra isə onların qarşılığını sizə tam şəkildə verəcəyəm. Fəmən vəcədə xayran fəliyəhmədilləh. Kim o əməllərdə xeyir taparsa, qoy Allah həmd etsin. وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلَا يَلُومَنَّ إِلَّا نَفْسَهُ. Kim də bundan başqasını taparsa, öz nəfsini qınasın. Ancaq öz nəfsini qınasın. Və ey əziz qardaşlarım, ey Allahın qulları, bu Ramazan ayı artıq yarıdan çoxu geridə qalıb. Artıq yarıdan çoxu geridə qalıb və artıq 10 günlərə, son 10 günlərə, mübarək 10 günlərə yaxınlaşırıq. Artıq ay azalmağa doğru gedir. Elə isə xeyir əməllərə həris olun. Hər ayın bir əvəzi ola bilər. Hər ayın bir əvəzi var. Lakin Ramazan elə bir aydır ki, yəni məqsəd odur ki, hər ayda edilən ibadətləri yerinə qoymaq olur. Başqa aylarda da etmək olur. Lakin Ramazanın bərəkəti, Ramazanın mübarəkliyi, Ramazan ayında o hiss olunan o ibadətlər, o ləzzət ola bilsin ki, bir daha sənin həyatına qayıtmasın. Ramazanın əvəzini hardan tapacaqsan? Və neçə bunu xatırla ki, neçə insanlar var idi ki, onlar bu ayı tamamlamağı istəyirdilər. Təmənni edirdilər Allahdan, lakin onları bu ayı tamamlamağa mani olan şeylər oldu. O da nədir? Əcəlin gəlməsidir. Allah Azze və Cəllənin əmrinin gəlməsidir. Və neçə insanlar vardır ki, bu aya yetişməmiş həyatdan köçdülər, dünyalarını dəyişdilər. Onlar da təmənni edirdilər bu ayda iştirak etməyi, bu ayın bərəkətindən, xeyrindən faydalanmağa. Ona görə də insan bilmir ki, sənə yaxınlaşacaq o Allahın təqdiri ki var, o əcəlin nə vaxt baş verəcəyini sən bilmirsən. Ona görə insanın gərək ümid, arzular, bitmək, tükənmək bilməyən arzular, aldadıcı olan arzular səni qəflətə salmasın. Elə zənn etmə ki, çünki səndə o yəqinlik yoxdur ki, sən bundan sonraki Ramazana çatacaqsan ya yox. Ona görə də cəhd elə, möhkəm ol bu ibadətlərdə, sanki sonuncu Ramazanınmış kimi dəyərləndir. Fikir versək, həqiqətən də günlər sürətlə ötüb keçir. Ay sanki dünən daxil olmuşdu və biz bu ayın daxil olmasına sevinirdik. Lakin bir anlıq qəflətlə ay baxırıq ki, bizdən artıq ayrılmağa hazırlaşır. Və bilin ki, qardaşlar, ömür də belədir. İnsan ömrü də belədir. Allah Azze və Cəllə hər bir ömrə müəyyən qədər bir təqdir verib. Məhduddur. Bu keçib gedən Ramazan günləri kimi sənin ömrünü də Allah Taala bu cür aparır. Sən də Allaha yaxınlaşırsan hər saniyə, hər saat, hər dəqiqə. Lakin hələ də sənin bu günlərdə qarşında böyük bir fürsət var ki, çalış ki, bunu qaçırtma. Bu da Ramazanın son 10 günüdür, qardaşlar. Bu da Ramazan ayının son 10 günüdür. Hansı ki, Allah Resulü sallallahu aleyhi və səlləm bu son 10 gündə necə olardı? Xüsusi ehtiramla qarşılayardı bu son 10 günü. Əvvəlki 20 gündə Allah Resulü sallallahu aleyhi və səlləm yuxu ilə namazı qarışdırardı. Yəni nə deməkdir? Həm ibadət edər, həm də yatardı. Lakin son 10 günə gəldikdə isə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm kəmərini bərk bağlayardı. Kəmərini bərk bağlayardı və yatağından uzaqlaşar və ailəsini oyadardı.
Hansı ki İmam Əhmədin Musnədində Ayşə radiyallahu anhə buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm 20 gün həm yatar, həm ibadət edərdi. Lakin son 10 gündə isə kəmərini bağlayar və şiddət göstərərdi. Yəni şiddət göstərərdi bir mənada ibadətlərdə şiddətli olardı. İbadətlərdə şiddətli olardı. Və əziz qardaşlar, və bəlkə də həqiqətən bu ay bəzilərimizin oruç tutacağı sonuncu ayıdır. Allah üçün ibadətləri artıraq, bu ticarətdən ziyana uğramış şəkildə ayrılmayaq və bundan məhrum olan həqiqətən də məhrum olmuş sayılır. Təəccüb edilir o insana ki, bu günlərdə qəflətdə ola. Vallahi əsl aldanmış kimsələr də məhz onlardır. İnsan necə qəflətdə ola bilər bu aylarda? Sən 10 günün o ləzzətini, 10 günün o içindəki ibadətə hərisliyini hiss etmirsənsə, başqa aylarda olan günlərdən sənin üçün fərq etmirsə, deməli sən qəflətdəsən. Şiddətlə Allaha ibadət etmək lazımdır, qardaşlar. Və həmçinin bundan əlavə sən təkcə öz nəfsini deyil, ailəni də buna təşviq etməlisən. Ailəni də buna təşviq etməlisən. Hansı ki, bu axır günə həm özünü, axır 10 günə həm özünü, həm də ailəni buna hazırlamalısan. Abu Davud və Tirmizinin və İbn Məcənin Abu Hureyradan radiyallahu anhudan rəvayət etdiyi hədisdə Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Rahimallahu rəculən qamə minəl-leyli fəsallə və əyqadə imra'ətəhu fəin əbət nədəhə fi vəcihihəl-mə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Allah o kişiyə rəhmət eləsin ki, neyniyir? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm o insanı kişi olaraq vəsf eləyir. Yaxşı, kimlərdir ya Rasulullah o kişilər? O kişilər ki, gecələr namaza qalxırlar. Çünki gecə namazı, qardaşlar, hər insana nəsib olmur. Allah Taala'nın müvəffəq etdiyi xüsusi insanlara nəsib olur. Əgər bunu öz nəfsində Allah Taala sənin üçün asanlaşdırıbsa, Allaha həmd elə. Yox, əgər Allah Azza və Cəllə bundan məhrum olmusansa, günahları üçün bağışlanma dilə. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, Allah o kişiyə rəhmət eləsin ki, gecə qalxır, namaz qılır və öz həyat yoldaşını da, öz qadınını da qaldırır, yuxudan oyadır. Əgər qadın üz çevirsə, onun üzərinə su çiləyir. Və sonra buyurur ki, Nəbi sallallahu aleyhi və səlləm, həmçinin bu şey qadına da aiddir. Rahimallahu imra'atan qamət minəl-leyli fəsallət və əyqadət zəvcəhə fəin əbə nədəhət fi vəcihəl-mə. Allah o qadına da rəhmət eləsin ki, o qadın gecələri qalxır, namaz qılır, gecə namazı, Rəbbinə ibadət eləyir. Və fikir verin, insanın digər namazlarında ola bilsin ki, ixlasla başqa şeylər qarışsın. Lakin gecə namazı qardaşlar, elə bir namazdır ki, insanlar səni görmür. Və ixlasa ən yaxın olan məqamdır. Və Allah, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm ki, Allah o qadına rəhmət etsin ki, gecələri qalxır və öz yoldaşını qaldırır. Əgər o üz çevirsə, yoldaşı onun üzərinə su səpir. Və həmçinin fikir versək, Allah Resulü sallallahu aleyhi və səlləm bizlərə örnəkdir. Baxın, görün, Allah Nəbisi sallallahu aleyhi və səlləm günahları keçmiş və gələcək günahları bağışlandığı halda gecə namazını tərk edərdimi, subhanallah? Və hansı ki, bunu ona görə qeyd edirik ki, bu Ramazanın son 10 günündə insanın edib edəcəyi ən böyük ibadətlərdən, ən əzəmətli ibadətlərdən biri də nədir? Gecə ibadətlərini artırmaqdır, qardaşlar. Gecə namazlarını artırmaqdır. Hansı ki, nəinki Allah Nəbisi sallallahu aleyhi və səlləm, salih sələflərimiz də bu cür olublar. İmam Məlikin Muvattasında buyurur ki, Omar bin Xattab radiyallahu anhu gecələri namaz qılar və sonra əhlini oyadaraq bu ayəni oxuyardı. Allah Teala Taha surəsinin 132-ci ayəsində buyurur ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Deməli, Omar bin Xattab gecə namaza oyanar və əhlini oyadaraq bu ayəni onlara oxuyardı. Ailəni namaz qılmağa əmr et və özün də bunun üzərində səbirli ol. Biz səndən ruzu istəmirik. Səni ruziləndirən də bizik və gözəl aqibət təqvadadır. Və həmçinin Həbib, sələflərdən Həbib Əbu Muhammed Əl-Fərisi, onun zövcəsi, qadın gecə namazına öz yoldaşını oyadarkən deyərdi ki, Qum ya Həbib, qalx ey Həbib, fəinnət tariqə bə'id, gedəcəyimiz yol uzundur, və zədunə qalil, azüqəmiz isə azdır, və qavafirus salihinə qad sərət min beynə əydinə və nəhnu qad bəqinə. Salihlərin qafiləsi, kərvanları artıq əlimizin arasından keçdi, getdi, biz isə qaldıq. Və fikir verin sələflərin həyatını nə cür olublar. Fikir verin sələflərin həyatını nə cür olublar. Və Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki,
möminlər haqqında, müttəqilər haqqında, salihlər haqqında buyurur ki, biz də onlardan olmağı istəyirik. Allahumma cealna minhum, bizi onlardan et. Zəriyat surəsinin 17-18-ci ayəsində buyurur ki, Kanu qalilan minəl-leyli ma yehcaun. Müttəqilər o kəslərdir ki, onlar az yatırdılar. Və bil əsharihum yestəğfirun. Və onlar səhər vaxtlarında istiğfar edirdilər. Və fikir verin qardaşlar, möminlərin, müttəqilərin, salihlərin sifətindən idi ki, onlar az yatırlar. Və bugün eşidirik sağlam yatmaq üçün 8 saat, 10 saat. Möminlərin sifətindən deyil bu qardaşlar. Möminlərin sifəti yataqlarının soyuq qalmasıdır. Və həmçinin Səcdə surəsində Allah Azza və Cəllə buyurur ki, Tətəcəfə cunubuhum anil mədaci'i. Onlar öz yanlarını yataqlarından qaldırarlar. Yəd'unə rabbəhum xavfə və təma'a. Ümid və qorxu ilə Rəblərinə dua edərlər. Və mimmə razəqnəhum yunfiqun. Və Allahın onlara verdiyini onlar Allah yolunda xərcləyirlər. Və sonra buyurur ki, fələ ta'ləmu nəfsun mə uxfiyə ləhum min qurrati a'yunin cəzəən bimə kənu ya'məlun. Və etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinç gətirəcək nə cür nemətlər saxlandığını heç kəs bilməz. Və Hasan el-Basri rahimehullah Allah Nəbisi sallallahu aleyhi və səlləmin bu hədisi barəsində buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, mən kəthrat salatahu bil-leyl hasunə vəcəhuhu bin-nəhar. Kimin gecə namazı çoxalarsa, artarsa, onun gündüz üzünün gözəlliyi çoxalar. Üzü gözəlləşər. Və Hasan el-Basri rahimehullah buyurur ki, niyə gecə ibadət edənlərin üzü nurludur? Cavab olaraq buyurur ki, çünki onlar Rahman ilə xəlvətə çəkilənlərdir. Və Allah subhanahu wa ta'ala da onlara öz nurundan geyindirdi. Subhanallah. Və fikir verin, gecə ibadət edənlərin xüsusi fəzləti və Allah azza və cəllənin qatında da onlara nur vardır. Və həmçinin Ka'b el-Əhbar rahimehullah buyurur ki, İnnəl mələikə yəndurun minəs-səmâid dunya iləl-ləzīne yusalluna bil-leyl fi buyutihim. Fikir verin, misalın gözəlliyinə baxın, subhanallah. Deyir ki, mələklər göy səmasından gecə vaxtı yer üzərində namaz qılanlara, evlərində namaz qılanlara nə cür baxırlar? Misal olaraq, kəmə təndurunə ilən-nucumi fis-səmə. Necə ki, siz göydəki ulduzlara, gecə vaxtı ulduzların parıltısına necə baxırsınızsa. Yəni, mələklər dünya səmasından yer üzərində o namaz qılanları bu cür görürlər. Sanki gecə namazı qılanlar bu cür görürlər. Sanki sən gecə vaxtı o dünya, deməli, səmada o gecə vaxtı görünən ulduzlar kimi parıldayırlar. Subhanallah. Və ona görə də əziz qardaşlar, bu axır 10 gündən çalışmaq lazımdır ki, insan cəhd etsin, Allah yolunda çalışsın, ibadətlərini artırsın. Sanki bundan əvvəlki günlərdə etdiyi şeylərin daha artığını etsin. Və buna görə Allahdan həmçinin yardım diləsin. Çünki Allahın yardımı olmasa, insan heç nəyə qadir deyil. Və biraz dünya həyatımızdan, biraz işimizdən, biraz həmçinin o gecə vaxtı yataqlarımızdan biraz ayrılaq. Və fikir verin, Abdülaziz bin Əbu Davud rahimehullah buyurur ki, gecə vaxtı yatağına yaxınlaşanda yatağına əlini uzadardı və deyərdi ki, sən yumuşaqsan, cənnətin yataqları səndən də yumuşaqdır. Və sonra öz yatağını tərk eləyər və gecə namazına qaydardı. Və həqiqi bu günlərdə məhrum olan kimsələr, qardaşlar, bu gecə namazlarından məhrum olan kimsələr, bu fəzilətlərdən məhrum olan kimsələr kimlərdir? Fudeyl ibn İyad rahimehullah buyurur ki, əgər sən gündüzləri orucla və gecələri qiyamla keçirə bilmirsənsə, fa'lam annaka mahrumun və qad kəthrat xati'atak. Və bil ki, sən məhrum olmuş kimsəsən. Və Allahdan diləyirik ki, Allahumma la tec'alna mahruman və la şaqiyyan. Allah Taala bizi bədbəxt və məhrum etməsin. Xüsusən də bu Ramazanın son 10 günündə, qardaşlar. Və buyurur ki, Fudeyl ibn İyad, kim ki gündüzləri oruç tutub, gecələri qiyama qalxa bilmir və bu ayda olan bu fəzilətli günlərdən istifadə edə bilmir və bil ki, sən məhrum olmuşsan, nə səbəbilə? Günahların səbəbilə. Ona görə də Allahdan çoxlu bağışlanma diləmək lazımdır. Və Ayşə radiyallahu anhə xüsusi dualardan Ayşə radiyallahu anhə nə dua edirdi Allaha? Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşanda ki, ya Rasulullah, mən əgər bu günlərdə xüsusi gecələr ki var, Qədir gecələri və bu gecələri çatsam, nə dua eləyim Allaha? Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Tirmizinin rivayət etdiyi hədisdə, Quli Allahumma innəkə afun tuhibbul afə fa'fu anni. Ey Allahım, sən bağışlayansan, bağışlamağı sevənsən, məni bağışla. Və həmçinin bir dua da var ki, bu duanı çoxaltmaq lazımdır bu axır 10 gündə. Çünki insanın ibadətinin artması üçün ona Allahın köməyi lazımdır. Allahumma a'inni ala zikrikə və şükrikə və husni ibadətik. Və bu duanı da çoxaltmaq lazımdır, qardaşlar. Allahım, mənə yardım elə. Nəyə? Ala zikrikə, səni zikr etməyə.
Və şükrikə, sənə şükür etməyə, və husni ibadətik və gözəl şəkildə sənə ibadət etməyə mənə yardım et. Allahın yardımı mühümdür. Ona görə əziz qardaşlar, çalışın ki, bu ayda, bu ayın xüsusən axır 10 günüdür artıq, bu 10 günlərdə Allaha daha çox yaxınlaşın. Sizi məşğul edəcək dostlardan, sizi məşğul edəcək məclislərdən, sizi məşğul edəcək Allahın ibadətindən yayındıracaq, zikrindən yayındıracaq şeylərdən uzaq durun. Çünki insan bu şeylərlə müvəffəq olur. Əgər sən insanlara çox qarışmaqla məşğul olsan, sosial şəbəkələrdə telefonlarla, cihazlarla məşğul olsan, bil ki, sən müvəffəq ola bilməyəcəksən. Müvəffəq ola bilməyəcəksən. Müvəffəq olmaq üçün insan gərək o dünyəvi istəklərdən vaz keçsin qardaşlar. Və xüsusən Qədir gecələri yaxınlaşır. Və bu Qədir gecələri ki, insan gərək 10 gününün hər bir günündə, həm cüt günlərində, həm tək günlərində Qədir gecələrini axtarsın. O demək deyil ki, sən o tək gecələrdə, məsələn, bu gün ehtimal daha çox idi, sən buna rast gəldin, bundan sonra ibadəti tərk edəsən. Xeyr. Möminin sifətidir ki, qardaşlar, Qədir gecələrinin, yəni Ramazanın son 10 gününü o cür yaşasın. Axır gününə qədər. Ramazan ayı çıxana qədər bu cür yaşasın. Və həmçinin Ramazan ayı çıxdıqdan sonra da bütün ayları Ramazan kimi yaşasın. Və diqqətli olaq, Qədir gecələri 1000 aydan daha xeyirlidir. Duaları çoxaldaq, hansı ki Allah Taala bizdən bunu istəyir. Və izə səələkə ibadi anni fə inni qarib ucibu da'vətəd da'i izə da'an fəlyəstəcibu li və liyu'minu bi ləalləhum yerşudun. Allah Taala buyurur ki, qullarım məni səndən soruşsalar, mən yaxınam. Dua edənin etdiyi an duasını qəbul edərəm. Və sənin bu cür Rəbbin var. Duaları çoxalt, zikirləri artır. Sanki elə hərisliklə Allaha ibadət et ki, sanki növbəti Ramazan sənin ömrünə gəlməyəcək. Və inşallah ki, bu qədər kifayət edir. Allah Taala'dan diləyirəm ki, bu son 10 gündə bizi digər 20 gündə etdiyimiz xətaları təkrar etməməyə və daha çalışqan olmağa, ibadətlərdə daha istəkli olmağa, daha şövqlü olmağı nəsib eləsin. Allah Taala bizlərdən bu ibadətləri qəbul etsin. Allahümme amin. Velhamdülillahi Rabbil alemin.